Mənim şəxsi inkişaf üzrə mentorluq və peşəkar inkişaf üzrə idarəçi yetişdirmə proqramına qoşulan insanların həm də mənimlə işlərində yaranan bütün gündəlik rəhbərləri ilə, iş yoldaşları ilə anlaşmazlıqlar və problemlərin müzakirə şansı da var. Çünki bu proqramlar çərçivəsində ayda 2 dəfə mənimlə fərdi görüşlər olur bizim ofisdə və biz bu görüşlərdə bir insanın ofisdə, şirkətdə, dövlət qurumunda qarşılaşdığı rəhbərlə olan sıxıntılar, iş yoldaşlarla olan anlaşmazlıqlar, şirkət daxilində qruplaşmaların təzyiqləri və bunun kimi şirkət içində olan əlaqələr mövzusunda məsələlərdə müzakirə edirik. Bir digər məqam, bir insanın karyerasında əslində ancaq bilik və savad, təcrübə yetərli deyil, karyerasında yüksəliş əldə etmək üçün, həm də doğru əlaqələrin qurulması vacibdir və mən bu mövzularda da, fərdi görüşlərdə insanlara dəstək oluram. Bununla bərabər biz proqram çərçivəsində insanların baxış bucağının genişləndirilməsi ilə bərabər həm də onun psixoloji dözümlülüyü və özgüvəni dik duruşu üzərində də işləyirik. Yəni insan bir neçə ay sonra özünü və baş verənləri tamamilə fərqli qiymətləndirməyə başlayır. Şirkət daxilində, qurum daxilində insanlarla daha doğru ünsiyyət qurur. Misal, mənə müraciət edən insanların bir hissəsi şikayətləri budur ki, mən öz rəhbərimlə ünsiyyəti belə qururam ki, mən sözü üzə deyənəm və rəhbərdən çəkinmirəm. Mən də deyirəm ki, çünki yaltaq deyirəm. Mənim də bu iddialara adətən cavabım budur ki, baxın, bizim insanlarla ünsiyyətimiz və ümumiyyətlə həyatda heç nə ağ ya da qara deyil. Yəni mən heç kimin qarşısında əyilmirəm, yaltaq deyirəm, tamam, bunu heç vaxt da demirik biz, belə olmamalıdır insan. Dikbaşam bu iki durum arasında həm də ağ və qara arasında olduğu kimi rənglər də var. Və biz insanlara doğru ünsiyyət qurmağı və öz mövqeyini təkrardan qiymətləndirməyi məsləhət edirik. Mənim fərdi mentorluq və idarəçi yetişdirmə proqramına qoşulan insanlar çox ciddi dəyişikliklər əldə edirlər. Ona görə də mən hər kəsə şiddətlə bu proqrama qoşulmağı tövsiyə edirəm.